Oha. Salamlar, 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 hellolar. Ne dersiniz, ne var ne yok? Daha uşaqlar, mən yaxşıyam, sən nə tərsən? Peloy. Nihat, salam, Tahir, salam. Ne? Fifth home ne? Fifth home ne bileyim, salam. Fifth home dersin. Ve de şükür Allah, size bir muşluğum var. Kamptır, Allah rahmet eylesin. Xarab oldu. Ekran kartını görmüş bugün. Bugün şey elədim ki, Premierdə biraz işim var idi. Girdim, Premier dondu qaldı. Ama mouse'da tərpənə dora bura girdi. Şey elədim, söndürdüm, tozunu aldım, şeyimi taktım, ekran kartı işləmir. Yani fırlamır, yani görmür, monitor görmür. Şunurunu çıxartdım, nesə dəfə taktım, görmür. Əssalam. Vurqar hello. Aleyküm hello Namik. Nə tərsən, nə var, nə yox. Vəziyyət zat nətərdir. Yəni, artıq 5-ci il olar da, yəni 5 il mən bilən olmalıydı, yəni 4 ya da 5 il deyək. 5 il rahat bir var yanımız nə şeydir. Salam aleyküm ana, nətərsən, nə var, nə yox, vəziyyət nətərdir. Səlim Xan 2018-ci videonu hazır baxalım. Təşəkkürlər, təşəkkürlər, Allah razı olsun, təşəkkürlər. Adamları sağır pırkı elədi. Valla bu dəqiqə anlar heç pırkılıq axot yox deyil. Heç pırkılıq halım yoxdur, Allah'ım da olsun. Belə açdım, birazcık söhbət eləyək, dərdləşək yəni. Onsuz da problem üstünə gəldi yəni. Piki, çox da pikmədir. Kart yanmıyor. Ben sadəcə bilmirəm, artıq nəsə boşluq mu var, nə var? Sabah şeyə baxacağım, görüm. Şurubun açıb kartı çıxartıp taxacağım. Görüm, bəlkə yerdə boşluq üçün nə tər boşluq ola bilər, şeydir yəni, şurubla bağlıdır. Yəni, şurubun dəfələrlə çıxartdım, taxdım, bir şey bilmirəm, olur. Halbuki tozun alması ki, tozun aldı da bir şey eləmədim. Sadəcə şokquna qıraqla heç ekran kartı toxunmadım heç yəni. Niyə belə oldu bilmirəm vallahi. Yani PC ekran webkameraya baxıram. Ekran kartı şeyləmir, işləmir. Servis təşəkkürlər dəstəyiniz, Allah razı olsun. Profilimdəki RPC'si də çox şirindir. Zaten onun adı ekran kartını şeyləmir. İşlətmir niyəsə. Fırlanmır, ventilator şeyləmir. Sabah baxacağım inşallah. Eğer olmasa inşallah bu təşəkkürlər, dəstəyiniz üçün təşəkkürlər. Eğer şey olmasa adını siz deyin. İnşallah bir üçüncü əlimə usta yəqin ki pul yazar, orada şey diyeceğim. Adını siz təmir olmuş da aparacağım yani. Siz eləməsə olmaz, ben kartuzsuz qalanmaram yani. Təmizlətdirib, termal pastasını qoydu, bir də nə nasazlığı varsa hamısını düzəltdirib inşallah şey eləyəcəyik. Fariz təşəkkürlər dəstəyiniz üçün, Hüseyin təşəkkürlər dəstəyiniz üçün. RTX 5090. Oho! Almaq problem deyil, onu harama taxacam, onu fikirləşirəm yəni. 600 wattlıq blok pitaniyanın o mən nə təşləyəcəm? Özü elə bəlkə də 200-300 istəyir mən bilən. Hətta bəlkə daha da çox istəyir. 5090 amma yox. Bu arada alsam belə mənim kasama yerləşməyəcək. Eşək boyda şeydir yəni. Eşək boyda kartdır. Bu onun beləsi dəstəyi var hatta yəni belə. Şeyləməsin də PC Express yeri qırmasın deyə dəstəyi zat da olur. Ama 5090 çox uç şeydi. 5090 bir sən nə baxmaya varam. Yəni 1 milyon abonem var, belə şey istəyirlər məndən, nə bilim 4K yayın filan. Onu da eləyərəm. Təşəkkürlər dəstəyiniz üçün, Allah razı olsun, təşəkkürlər. Yarıya ayırdı. Aha, bir dəqiqə 5090 şeydə 3045 mi eləyir, nə edir? Yoxsa 2545 mi eləyir? Ha, 2545. Onda da 3050'miz vardır yəni, 2500 deyirəm ki. Nə olub PC-yə ki? Təzə gələnlərə deyim ki, bu ekran kartı artıq işləmir niyəysə. Yəni PC-də şey eləmir, qoşulmur. Ki səhər qoşulurdu yəni şeylərin Premierdə açanda dondu qaldı. Papkada bir şeyi seçirəm, kopyalayanda donur qalır şey eləyirdi. Mən də dedim heç olmasa içinin tozunu təmizləyim. Açdım içinin tozunu təmizlədim, getdim, taxdım. Ekran kartı şey eləmir, çalışmır. Ventilatoru fırlanmır. Şunurun taxdım, çıxartdım, yenə şey eləmir falan. Artıq şeydə təmirdə artıq usta yəqin ki bilər də nə eləmək lazımdır belə. Nəysə bu eləmədə sadəcə
Nədir onun adı? Aslında clickbaitdir yani. Clickbait yalandan olur ama yani sadece mövzu açmaq üçün yazmışdım yani. Onu dedim yani başta. Elə bir dedim gəlsin biraz söhbət sədələ. Bəlkə niyəsə düz 30-dur. Yox çıxartmamışam ki. Çıxartmamışdım ki yani. İstəmədiyin görünüş o yəni olsa başqa cür taxa bilmirsən, yəni tərs taxa bilmirsən. Dəfələrlə şey eləmişəm yəni olmur. Yəni sadəcə şey şokku ilə qıraqlanan şey tozunu almışdım, şey eləməmişdim yəni. Adısız deyin. Ama bu şey ne de ona için açtım yani baktım hakikaten toz basmıştı için. İndi inşallah bu ayın axırına kimi şeyləzim təmizlədəcəm. Təşəkkürlər sevgili dəstəyin üçün Allah razı olsun. Ne olub ki en sevdiğim o. Ekran kartı işləmir deyək hələ ki. İnşallah işləyəcək ama təmirlə belə lazımdır görək də. Savage dondurma külə oyun oynadı. Kanka oyun oynasaydım telefonumla niye açırdım cihazımı? Oyun oyna. İran spam what? İran spam vuracak bu dəqiqə canlıya vay. Həsənov təşəkkürlər dəstəyin üçün. Valla bunu görəndən sonra heç adam ki oyun oynamağa çox da şey olmur. Maşallah. Belə yayım açırsan daha çox hədiyyə gəlir canım. Həsənov təşəkkürlər dəstəyin üçün. Arkadaş siz oyunda niye böyle aktif olmuşsunuz ben oyun oynayanda maşallah ona 46 nəfər baxır 45 birini dedim de biri ben de biraz sıkıntı 45-41 ne oldu ana getsə ki nümunə olarak deyirdim bir şeyin demirdim oha nətədə qasır ona 40 qaldı 40 qaldı nəyə muşluq yani dırnaq içində muşluqda ekran kartını görmür artık kompüter yani işləmir şunur taxılı olduğu halda niyəsə işləmir artık şey, bu yaxında bir-iki gündə şey eləyərəm yəni. Yəni ki, Silent Hill incələməsi həqiqətən axırına çatmışdım. 2-3 dənə ürək sözüm qalmış. Onu deyəcəyim, qutaracaq, renderliyib atacağım şey. Bugün inşallah eləyəcəkdim. Yemədik, getdi yəni. Çox fərqində. Yox, düzələcək, narahatım şey deyil, dünyanın axırı deyil. Böyük ehtimal nəsə bir nasazlığı var. Termal parçasını dəyişəcək şey eləyəcək, orada usta baxar yəni. Çünki belə qısa qapanmaz zat da olmuyor ki deyəsən yanıb şey eləyib. Yəni durduq elə yanmaz o. Mənim bundan əvvəlki ekran kartım GTX 660 9 2014'də almışdım. Dələ bir 2020'də də keçsə 6-7 il getdi yəni belə. Canlıda PC-ni göstərmə okey. Post bir dəqiqə. Buradan unutmuşam onu hardan kameranı dəyişirik. Alın sakan qızı. Bu da mənim yazıq əməkdar pızımdır. Ekran kartəsində şeydən əks olmadan bir şey görsənmir ama. Aboyda çıxaracaq görsənmir. Neyse. Bu da mənim əməkdar 2014'də aldığım monitor, Dell monitordur. Touchscreen idi ama şeydə şunuru itirmişəm. Dalında türkün məsələ yer var. Belə taxsan USB-sini taxsan kompüterə şey olur. Həqiqətən də çox da qəşəng həssaslıqdan işləyir daha. Çox da qəşəng istəyir. Buradan biz söndürək. Əsas gözəlliyi görün yəni. PCMC nədir əsas mənəm. Bu heç 3 il dayanmadı. Yo, böyük ihtimal mən şeydir, səhər onsuz da şey edəcəm. Səhər ekran kartını çıxarıb taxacam ya da birazdan yarım qutarından sonra. Şurun nasıl ekran kartını da çıxarıb taxacam. Bəlkə edirəm təmizləyəndə şotku ilə nəsə, yəni şurupla da bağlı deyil, yerindən oynadı da bilmirsən. Niyə belə oldu bilmirəm valla. Yəni görək də inşallah. Bəlkə də şey oldu, bəlkə də bəhanə olar. Şeydə bəhanə olar deyəndə yəni şeydə bizimkilər deyirəm ki, biraz şey eləsinlər, dəstək olsunlar. Bəlkə daha qəşəng ekran kart taxdım yəni, bəlkə bir o görə şeydən baxım, YouTube'dan baxım görürəm şeydə 600 vata, 5060 gedərmi görəsən. Çünki prosesorun pis deyil yəni 11400 səviyyədə qoymaq kimi gedir. Şeyə bərabərdir. AMD-nin 5600-ünə bərabərdir yəni, şey deyil. Çox zəif bir şey deyil yəni, prosesor deyil, kimi gedir qəşəng. Təşəkkürlər dəstəyi üçün, təşəkkürlər, Allah razı olsun Qadazalım. Ya bu kadar söylemeyin yani. Vallahi o zaman biraz böyle kısılmaya başladım. Sezeci yoksadım yavaş yavaş. Geçen defa ona şeyde asas gıd Valhalla diyelim. Şimdi de siz tadzat atız Qadazalım. Sadece de böyle konfet mahvetmesin diye yani. Tats taksam kral olacağım kraldan. Anar Faris Player. O Qadazalım biraz daha mədəni danışsaq yani. Biraz daha mədəni danışsaq. Taşadı var neyse.
Spamlamayın. Süper insan. Teşekkürler Sabir. Allah razı olsun. Teşekkürler. PC'ye nəsə olub? PC yoxsa ya olub? Ekran kartına deyəsən nəsə olub? Görmür, şeyləmir. Açmır, belə şey qalır. Görüntü getmir. Ekran kartında ventilator istəyir, nə də bir şey olur. Yonurdıq. Təşəkkürlər dəstənin üçün Allah razı olsun. Hay belə dedəm. Hay belə. Olsa dedim bugün orada yeterince ay bile dedim şeydi ekran kartı görəndə. Bu kadar sen bilərsən PlayStation'da oyunlar donması nedendir? Qadar alınan PlayStation olsun, kompüter olsun, başka bir şey olsun donmağının tek səbəbi şeyləsindendir de yani içinin tozlanmağı bir de şey termal pastasını şey dəyişdirməməsindendir. O termal pasta onu sərin saxlayır. Çox qızanda prosesör istər-istəməz özünü şeyləyir ki yanmasın. Gücün aşağı saati daha çok kızıp yandımasın. 90'ların kompüterlərində elə idi yəni. Yanır deməli var söz nəsəbəsi. Ona görə onun için qoruyucu qoyublar. Sən kompüter aparıb şey edirsən, konsolu ya da fərqi yoxdur. Hamısı kompüter kimi bir şeydir yəni. Mən də məsələn PlayStation 4-ümü şey termal pastası dəyişdirilməlidir. Aparsan ki şey təmizlətdirsən, termal pastasını dəyişdirsən kukla kimi işləyəcəkdir yəni. Ha belə şey də ola bilər. Nə də olsa içindəki mexanik diskin ömrü də dolmuş ola bilər. Çox uzun müddət işlətmisənsə və ya ikinci alıb çox uzun müddət işlətmisənsə. Çünki əvvəl axır hər şeyin bir ömrü olduğu kimi onun da ömrü dolur. Məsəl üçün məndə bundan əvvəlki kompüterdə şey idi. SSD almağımın səbəbi də mexanik diskini şey eləməyi. Şey eləmişdi. Mesela GT5 oynuyordum, bir gördüm belə donur sanki belə online'da belə donur qalır yerində maşın. Ətraf yükləmir, belə qalsa gedir, dayanır. O şey mexanik disk ömrünü doldurmuşdu. 1 GB idi. Onu getdim 1 GB yox. Estağfurullah. 256 Hadi 256 GB SSD almışdım, taxdım. Sonra bir de 1 TB şeydi hard diski dəyişdim, mexaniki dəyişdim. Yeni mexaniki qoymuşdum əlbəttə ki, o vaxt o kadar yəni. Təşəkkürlər dəstəyiz üçün, təzəcəyənlərə də təşəkkürlər, salamlar. Necə oldu bə oyunla? Necə oldu bə oyun oynamağa başladın abi? Belə deyək də 5 yaşımdaydım. Aşağı yukarı 5 yaşım var idi. Ceyliydik. O vaxtdan çıxacaq məşğulat var. İndi bizimkiler bu vasitədə butulka yığdıq, araq butulkası yığıb şey edirdik. Nədir onun adı? Ona apartıb şey qəbul yerləri var. Nətən dəmir yerləri var. Orada verirdik, şey edirdik. Bir Məmməd aldıq 10 dənə butulkaya. Və mən həmişə şey 5 manatını bir nizamisin deyək. Verirdim şey limonada, Qızılcuya'da düşəs. 5 manatında verirdim bulkuya, çişmişdi bulku vardı. Ama o dünyanın en qəşəng şeyiydi. O Qızılcül limonatı ilə o vaxtı şüşə içində. O şey bulku yemək bambaşqa bir şeydi. Ama bir gün bu Rus qonşumuz vardı mən. Dedi sən bir yerə aparacam, oyun oynayacaq. Getdim içəri belə sanki bir qorxu filmindəki yerlər kimi belə qaranlıq, hamıda siqaret çəkib tüstü bürüyüb hər tərəf. Sanki belə nədir onlar şey Halloween-dəki nədir şey Jason idi, nədir o çıxacaq belə dın şeycə dalımıza elə bir atmosfer. Dendi Sega oynayırdı cəmaət qəşəng. İlk gördüyüm oyun Mortal Kombat, yəni xatırladığım Mortal Kombat 2 idi. Baraka ilə zatla dalaşırdı birisi qəşəng. Bizə də onu qoydular hətta. Və mən orada Sub-Zero'nu ilk dəfə görmüşdüm. Ən sevdiyim oyun personajıdır. Mortal Kombat'dakı hərdə ən sevdiyim personajdır Sub-Zero. Buz gücünü xoşlayıram. Bunu God of War'da da demişdim incəmizdə. Buz gücü çox xoşuma gəlir. Ətrafı dondurmaq, belə dondurup saxlamaq, belə sərinlik xoşuma gəldiyinə görə bir də buz gücü ən sevdiyim gücdür yəni. Yəni belə tanış oldum. Sonra artıq qonşumuza PlayStation 1 gəldi, şeydə demişdim. Hansı şey demişdim orada? Deyəsən Metal Gear Solid incələməsində demişdim, elə mi? Səhv eləmirəm. Hansısa şey incələməsində demişdim yəni. PlayStation 1 ilə tanış oldum əlbəttə ki, o vaxt görmədiyim bir şeydir PlayStation 1. Elə bir yad blendlər gətiriblər, yəni yad blend texnologiyasına oxşur. Yəni görmə, 3D deyilən bir şeydən xəbərin yoxdur. Görməmsən yəni. Elə bir şey bilmirsən, elə bir şeyin varlığından xəbərin yoxdur və sən Dendi'dən, Sega'dan, Pixel şeydən PlayStation 1'ə keçirsən. Gördüyün onlar Silent Hill, Driver, nə bilim, Zat, Medal of Honor uzaqda görsən, ağlın uçur, Crash Bandicoot yəni. O vaxtın texnologiyasıyla bugün şey görsən, köhnə görsən əlbəttə, amma o vaxt daha qəşəng görməmsən də inanılmaz yerdir. Vaxt gələcək Last of Us da bizə PlayStation 1 kimi görsənəcək. Vaxt gələcək yapay zəka ilə elə oyunlar çıxacaq ki, Last of Us köhnə görsənəcək. Amma hələ də ən gördüyüm qəşəng qraflar Last of Us-da. Nəysə, çox uzatmayaq. 5090 al. Hədiyyə göndərin alaq.
al deməklə, halva deməklə ağız şirin olmur. Biraz halva koyun da qabağa. Yiyək, ağzımız şirin olsun. PC hanı? PC burada. Size salam var. Здесь. Şunu razat da çıxıb deyəlim. Hər şeyi çıxartmışam. Çünki yəni orada tutmağın mənası yoxdur yəni. Belə. Tanker Pro ya da Tanker Pro estağfurullah. Təşəkkürlər dəstəyinizə. O əməkdar, bəli. Vugar PS4 dayanır hanım. Bəli, dayanır. Prosta termal pastasını dəyişmək lazımdır. Burada durub üstüdə artıq bu PC silməklə qapqara olmuş salfetka PS3 orada burada evdə tökülüb gedir onsuz da əlbəttə ki nərdivan və corabları yerində. Kartina. Ne olubdu? İnterneti qovuşdurmusan PC ilə kartını var. Oyun yoxdur. Təəssüf ki oyun yoxdur hələ ki. Ekran kartı işləmir. Mən niyə web kameraya baxıram? Göz öyrəşmir. Ekran kartı işləmir. Ekran kartını eləmək lazımdır. Təmir etmək lazımdır böyük ihtimal. Termal pastasları dəyişdirəndə təmizlətdiyin üçün deyəcəm belə bu niyə işləmir? Böyük ihtimal nəsə bir şeydir, nasazlıq deyə. Sənə də özüm şey deyəcəm yəni. Sənə də özüm ekran kartını təmiz çıxardıb taxasam görüm bu niyə şey eləmir? Durduq yerdə oldu yəni. Səhər işləyirdi, sadəcə şey eləyirdi. Premierə basam donup qalırdı. Papqaya girdim, donup qalırdı. Dedim bir şey təmizləyim. Təmizlədim, getdim, taxdım ki eləmədi. Ekran kartını görmür. Görüntü vermir monitora. Baxdım, gördüm heç ventilator da fırlanmır ekran kartı. Yəni yoxmuş kimi, sanki taxılmamış kimi şey davranır. Allah. Baxın 1200 Azim PC yığa bilərəm. 1200'ün üzerine biraz da pul koysan Instagram'da bir düşen gör işte 1400 netiye. Tövbe estağfurullah. Hansı satıda? 5060'tı diyesen kompüter satıda. Yeni yıl indirimi. Ama Instagram'da düşen vardı. Daha adım da yadımda diyor adı. Yani bir bak Instagram'daki o kompüter düşenlerine bak. Bir yıl zamanı, heç olmasa bir iki yıl zamanı veren düşenlere. Orada mütləq qabağıma çıxacaq hazır PC. Amma əlbəttə ki, hazır PC olduğuna görə, yəni bil ki, bəzi şeylərin ucuz qoyurlar ki, ucuz olsun. Onun o 1400 manat olmanın səbəbi var. Anakart ucuzundandır, RAM ucuzundandır o belə. RGB marcibi deyil yəni. Hər şeyin makulu tuşlar demiş qoyulur. Amma ya işləyir də, kompüterdə işləyir yəni. Sadəcə portları biraz şeydir də, belə. O nədir bilmirəm vallahi ya da keçə də qulağıma qoymuşdum şeydə. Ay vuquş, bəli namik. Bir dəqiqə görüm onlara nətər nə verim bilmirəm. Daha nə verim bilmirəm görüm. Verə biləcəm də. Perimdədir nədir? O nətər elə bilmirəm axı. Bir şey yaz anar. Don Pollovğa. Anar mən verirəm sən bir şey yaz ora. Savacı, Vugar, bəli. Anar XD, hə. Profilin də şeyə oxşuyur uzaqdan. Nə deyil o şey, Diamond tema vardı, onu oxşuyurlar. Bölüm per vermək nədir bunlar? Bilmirəm ki, Allah. Moderatör erişimi yönetin. Hər şeyi vermişəm də sənə. Yıldızlı yorum, canlı yayın kayıtları, konukları və daha fazlasını yönetin. Hər şeyi verdim sənə. Hər şeyimi verdim sənə. Tartıb bilmirəm, hansıda onlardan biri olar da yəqin ki. Per yox, permission, perimdə. Hər şeyin icazəsini vermişəm də, heç bir şey qalmadı yəni. Abi ən sevdiyin oyun hansıdır? Ən sevdiyim oyun. İndi hansı ilə görə? 90'ları fikirləsək Crash Bandicoot seriyası. 2000'in ortalarını fikirləsək San Andreas'dan Prince of Persia seriyası gedib gəlir. 2010'dan sonrası Uncharted'da var, Last of Us. Çoxsu Sony oyunlardır. Valla çox oyun var, seviləsi çox oyun var. Gələ oynamadığım çox oyun var. Alone Dark adı almışdım. Onlar qalıb məsələn 2008'də çox qəşəng oyundu amma davam edəcəm inşallah ona. Başlığını oynamışdım.
bu şeydə PC-də gamepad niyəsə görmürdü və şeydi PC-də klaviatura mouse oynamaq zülüm idi onu. Ona görə PS3-dən oynayırdım amma dedim onu PC-dən davam edəcəm. Bir yol tapacağam. Ona mod qursan gamepad ki özündə olmalıdır, yəni özündə düymə saatı görsəndiyi halda niyəsə Steam versiyasında gamepad dəstək eləmir. Steam-də belə səy-səy şeylər olur. Məsələn, bəzi oyun var ki, girirsən ayarını eləyə bilmirsən. Launcher'ını aça bilmirsən. Niyə bilmirsən? Səy-səy şeylər olur. Abi tok vurub səni. Biraz şey olur. Biraz şey olur. Buradan pozlamanı da azaltmaq olur. Olurmuş yola. Bunu bilmirdim. Bak abi. Deməli belə. RDR bəli, YouTube kanalımda var. RDR 1'yi də oynamışam bu arada. Və inşallah vaxtı gələndə şeydə adını səndə Rockstar taktikasında oynayacağım inşallah təzədən. Ki onu 100% eləmə niyyətim var. O şey 89%'da zaten qalmışdım bu. İndi spoiler vermək olmasın. Şeydə oynayanlar bilər. Filtre qoyum, nə filtre qoymuş? Bu adını sən də bilir. Bu nədir bu? Azi Bruce Lee. Bir misafir isteği. Hazır Bruce Derdin nədir? Belə balaca görsən axı. Alo? Profilin nə qədər çəkir? Alo, salam, axşamınız xeyir. Aleyküm salam. Sən nə var, nə yox? Nə çox danışdı, niyə başım ağrır? Sən neysən? Heç nə, salamatçılıq. Yayındaşlarını salamlayıram bu arada. Aleyküm salam. Qarşıya bel deyəndə balaca görsənəm. Sonra danışarıq da inşallah. Problem yox. Belə sinadonlarda nəsə bir sözün varsa deyən, yəni söhbət nə deyək? Yox, problem deyil. Yəni üzr istəyirəm, bunu belə sadəcə şey eləmək istəyirəm, dəstəkləmək istəyirəm. Yox. Amma inşallah bir yerdə söhbət açacaq, yəni kompüterdə açmaq istəyirəm söhbət yayımı. Sən onu tənzimləyə bilirsən bu arada oradan. Onu oradan tənzimləmək olur. Öz ekranını böyüdürsən, misafirə qoşulanlar qıraqda görürsən. Olar mı? Qoy görüm, valla. Qoy görüm olursa. Olursa onda olur. Onu da tənzimləmək olur. Bu tənzimləməyi hardan edirəm? Niyə hər şey belə qarmaşıq olmalıdır? Qoy görüm. Davet sahibi. Olmur axı. Orada hansı düyməyə basıram ki, buradan dəqiqə baxım. Yox, deyəsən məndə olmur ən azından deyəsən. Wolverine sağlamla Orada görüntünün üstünə basırsan, öz görüntüsən o da büyüt olmalıdır. Yanlış xatırlamıramsa. Nəyə basıram? Öz görüntünün üstünə basırsan orada büyüt olmalıdır. Yanlış xatırlamıramsa. Görüm valla. Yoxda ancaq dəvət eləmək, bir də qəbul eləmək var yəni. Yox, deyən. Oldu onda, mən sizi narahat eləməyim. Buyurun, belə. Okey, belə. Ayda çıxart da, okey. Hoşum görüşək, Bruce, sağ ol. Hardan idi çıxartmaq fən? Anarı qəbul edək, yaxşı. Kameranı açarsan da inşallah. Vurqar, sən şizofren xəstəsən? Niyə, nə olub ki? Niyə çıxartmırsan, eləmirsən? Mənə niyə qəbul edirsən? Niyə sən gəlirsən ki? Mən zəng eləmədim, əlim dəydi. Sən mənə niyə qəbul edirsən? Şeydən çıx buradan. Okey, davay, uçdum. Gəlirsən, mən bilmirəm, buradan başım çıxmır, şey eləməyəm buradan. Davay. Davay, mən çox danışdım. Ayda belə qaldı bu indi. Allah məzələn ismədim. Bu indi yayıma da belə gəlirəm indi bu. Bir qələt deyədi. Bu niyə sənə belə danışır? Belə də. Gözün göynən aparır da. Bir gün bu, şükür, düzəldir, şükür. Qaqa tualetdə sonra, yox, tualetdə niyə olmam ki, evdə? Sadəcə işıq çox düşür yəni. Allah.
Abi heç unknown. Gizləmə də unknown, yəni gizləmə, okey mi? Ha. Əlim dəydi, okey. Yəni qocalacaq da artıq da 36 yaşımız olacaq birazdan. Olacaq da. Bir iki günü 60. Ola bilər. Aleyküm salam nöqtə adın görsəmir üzrsə. Vüqar Cloud Game ilə oyun oynamısan heç. GeForce Now-ın şey eləmişdim, videosunu çəkmişdim. Orada nədə onda Watch Dogs için oynamışdım başlığın. Sonra bircədən başqa şey oynamışdım amma ondan savayı yox oynamamışım. Ya bircədən yoxlamışam, çox növbə gördüysən deyə. Burada həvsələm yoxdur da yox. Salam Ermanətə sənə var yox. Oyuna girmirsən. Qaqası telefondan açmışam yəni. Ekran kartım işləmir artıq. Ən azından cavab vermir deyək də, yanmır yəni. Nədə ondan ona görə də şey eləməyəcəm, kompüterin yaymasamayacam. Səhviz təşəkkürlər, dəstəyin üçün Allah razı olsun, təşəkkürlər. Ay Vüqar, bəli. Varlı qız axtar. Ay Allah. Yadımdan da Instagramda yazmışdım sənə. Nəyi? Baxın görün. Video kartı onda FSO yayanlar. İnşallah şeydə təmirə zədə göndərəcəm. Last of Us 1 və 2 oynamağa dəyərmi? Əlbəttə ki dəyər. Əlbəttə ki dəyər. Yəni özələ Last of Us 2, əlbəttə ki biri birinci oyna. Yəni ikisi də PC-də var yəni. 2 yəni şahesər bir oyundur həqiqətən, şahesərdir yəni. Hətta belə deyim, hekayəsini oynayandan sonra SCV-sini belə qəbul etdirdim elə belə deyək. Bir yerə qədər əlbəttə ki, hələ də yəni şeydir. Bəzi şeylər çeşin göstərir amma yəni SCV-sində belə məntiqli bir tərəf varmış kimi gəldi yəni. Şeydir. Çox qəşəng oyundur. Onun rejissorunu heç xoşlamıram bu arada. Neil Druckmann'ın yəni qram hörmətim yoxdur. Neil Druckmann uğraşın biridir. Amma nədir onun adı? Yazdığı ssenarilər düzəldi, əyri-əyri. Çox qəşəngdir. Uncharted 4 də çox qəşəngdir. Last of Us 1 də çox qəşəngdir. 2 də çox qəşəngdir. 2 təəssüf ki, fanboyların ucbatından şey oldu. Yerin dibinə soxdular. Çox az satdı. Yəni Sony bir 200 neçə milyon dolar xərcləmişdi səhv eləmirəmsə. Yəni o qədər qoyduğu pula böyük ehtimal büdcəsini qarşılayıb mı görəsən bilmirəm. Yəni çox heyf oldu, yəni çox heyf oldu. Last of Us 2 gördüyüm ən qəşəng şuturdu. Gördüyüm ən qəşəng süni intellekt ondaydı. Ən qəşəng gizlilik ondaydı. Yəni məni uzun müddətçi bu qədər şeydir, bəzi yerlərdə ürpərtməmişdi. Mən hardda oynuyordum bu arada. Hardda oynayanda süni intellekti daha da qəşəng olur. Nə qısıtlandı? Nə qısıtlandı? Nə qardım indi qısıtlandı? Nə? Şut sözüm dedim diye mi kısıtlandı? TikTok senin hassaslığımız. Allah'ın olsun gelmedi. Yarım kısım. Ama hiçbir şey. Ola TikTok'ta mincip yiyen var onlara bir şeylerimiz ne oldu da mənə alacaq olur. Bir dənə məndə həssaslaşır cəmaat. Vay bula. O sözü demədən Vüqar TikTok'un xətrinə. O TikTok'un xətrinə dəyəcəm indi mən neysə. Bağla açalım. Hələ ki buradayıq, hələ ki buradayıq. Hələ ki adamlar hələ ki var burada. Bir şey olsa, problem olsa bağlayıb açalım. Hə qaqa yeniləsin. Oxuyanda bir dəqiqə gözünü söndürüb yandıram. Bir dəqiqə gözünü söndürüb yandıram. Aleyküm salam. Huel. Bir dəqiqə şey oldu. Niyə bir dəqiqə şey qəşəng şuturdu dedim deyə oyundan danışıram. Şey gəldi. Xıstama gəldi. Bir dəqiqə gözünü açıb bağlayın. Bir dəqiqə gözləyin. Parlaqlıqda görmürəm arada düymə. Ha buradaymış. Hakikaten belirledim gördüm ama. Ben niye basılmışsam? Ha. Gözleyin gəlir.